Salam, xoş gördük hər birinizi əziz şagirdlər. Bizim bugünkü mövzumuz vurma və bölmənin digər üsulları olacaq. Dərsdə öyrənəcəyik vurmanın digər üsulları, bölmənin digər üsulları, tapşırıqlar. Lalə anasına kökə bişirməkdə kömək edirdi. Ana dedi ki, masanın üzərindəki 450 ml-lik südü 2 qaba bərabər şəkildə töksün. Amma Lalə bilmədi ki, hər qabda nə qədər süd olacaq. Gəlin yeni dərsimizi öyrənək və Laləyə kömək edək. Vurmanın üsullarından biri də vuruqlardan birini 2 ədədin ya cəmi, ya da fərqi şəklində göstərməklə hesablamadır. Gəlin baxaq. 43 vur 5. 43-ü 2 ədədin cəmi şəklində göstərməklə hesablayaq. Bunun üçün biz 40 üstəgəl 3 yaza bilərik. Vur 5. Və paylama qanunundan istifadə edərək 40 vur 5 üstəgəl 3 vur 5. 40-ı 5-ə vuranda 200 üstəgəl 3-ü 5-ə vuranda 15. Yekun cavab 215. Yəni 43-ü 5-ə vuranda 215. İndi isə uşaqlar, vuruqlardan birini 2 ədədin fərqi şəklində göstərək. 43-ü 50 çıx 7 yazaq, vur 5. Yenə paylama qanunundan istifadə edək. 50 vur 5 çıx 7 vur 5. 50-ni 5-ə vuranda 250 çıx 7-ni 5-ə vuranda 35. 250-dən 35 çıxanda 215. Baxın, fərq etmədi. İstər vuruqlardan birini 2 ədədin cəmi şəklində göstərək, istərsə də 2 ədədin fərqi şəklində göstərək. Hesablamanı doğru etmişiksə, hər ikisinin cavabı eyni olmalıdır. Necə ki bizdə 43 vur 5-in cavabı hər iki misalda 215 elədi. Uşaqlar, indi isə vuruqlardan birini 2 ədədin hasili şəklində göstərməklə hesablayacağıq. Məsələn, 35-i neçə vur neçə yazmaq olar? Əlbəttə ki, 35-in yerinə 5 vur 7 yazmalıyıq. Digər vuruğu isə yerində qalır, vur 6. Bərabərdir. Biz burada qruplaşdırma xassəsindən istifadə edərək yerlərini dəyişə bilərik. 5 vur 6, vur 7 yazaq. 5-i 6-ya vuranda 30. 30 vur 7. 30-u 7-yə vuranda 210 edir. Digər nümunədə isə 40 vur 3-dür. Gəlin 40-ın yerinə 10 vur 4 yazaq. Və digər vuruğu da saxlayaq yerində. Uşaqlar, gəlin bu dəfə də 4-ü 3-ə vuraq. 12 vur 10 bərabərdir 120. Hər iki misalın cavabını olduğu kimi də hesablasaq, yekun cavabı alacaqdıq. Yəni 35-i 6-ya vuranda da 210 eləyir, 40-ı 3-ə vuranda da 120 eləyir. Amma biz vurmanın digər üsullarından istifadə edərək, yəni vuruqlardan birini 2 ədədin hasili şəklində yazmaqla hesablayıb, həmin cavabları aldıq. İndi isə bölmənin digər üsullarından danışaq. Uşaqlar, ekranda gördüyünüz misallarda gəlin bölünənləri 2 ədədin cəmi şəklində göstərək. Məsələn, 72-nin yerinə biz elə bir 2 ədədin cəmini yazmalıyıq ki, onların hər biri ayrı-ayrılıqda 6-ya bölünə bilsin. Bunun üçün biz 60 üstəgəl 12 yaza bilərik. Böl 6. Artıq 60-ı ayrı-ayrılıqda 6-ya böləcəyik. Üstəgəl 12-ni 6-ya böləcəyik. 60-ı 6-ya böləndə 10, üstəgəl 12-ni 6-ya böləndə 2 bərabərdir 12. Yəni 72-ni 6-ya böləndə 12 eləyir. 48 böl 3.
İndi biz 48-i elə 2 ədədin cəmi yazmalıyıq ki, həmin ədədlərin hər ikisi 3-ə bölünə bilsin. Məsələn, 48-in yerinə 30 üstəgəl 18 yazaq. Böl 3. Mötərizənin içindəki toplananların hər birini ayrı-ayrılıqda 3-ə bölək. 30 böl 3 üstəgəl 18 böl 3 bərabərdir. 30-u 3-ə böləndə 10 üstəgəl 18-i 3-ə böləndə 6 bərabərdir 16. Lalə 450-ni sütunlu bölmə ilə 2 yerə böldü və 225 millilitr cavabını aldı. Deməli, hər qaba 225 millilitr süd yığmalıydı. Afərin Laləyə. Uşaqlar, videoya fasilə verməklə ekrandakı məsələni oxuyub həll edin. İndi isə gəlin yenidən məsələnin şərti ilə tanış olaq və cavabın neçə olduğuna baxaq. Nigar hər səhifəyə 5 stiker yapışdıraraq 2 ədəd 8 vərəqli albomu bəzədi. O cəmi neçə ədəd stiker işlətdi? Deməli, 2 ədəd albom var, hər birində 8 vərəq var və hər vərəqə 5 stiker yapışdırılır. Buna görə biz 5 vur 2 vur 8, yəni hər birini vurmalıyıq. 5-i 2-yə vuranda 10 vur 8 bərabərdir 80. Deməli, Nigar cəmi 80 stiker işlətdi. Yenidən videoya fasilə verməklə məsələni oxuyub həll edin. İndi isə gəlin düzgün cavaba baxaq. Avtobus ilk və son dayanacaq arasında 7 reys edərək 266 litr benzin işlətdi. O hər reysə təxminən neçə litr benzin işlədir? Bunu bilmək üçün 266-nı bölürük 7-yə. 100-lük 2-dir, 7-dən balacadır, bölünmür. Deməli, biz 100-lüyü onluqdan bir yerdə götürməliyik. 26-nın içində 7 3 dəfə. 3-ü 7-yə vuranda 21. 26-dan 21 çıxanda 5. 6-nı da düşürürük 5-in yanına, olur 56. 56 7-yə bölünəndə 8. 7-ni 8-ə vuranda 56. 56-dan da 56 çıxanda 0. Deməli, avtobus hər reysə 38 litr benzin işlədir. Daha bir riyaziyyat dərsinin sonuna gəlib çatdıq. Bugün biz sizinlə vurmanın və bölmənin digər üsullarından danışdıq. Bunlara aid tapşırıqları həll etdik. Əminəm ki, dərs hər biriniz üçün faydalı olub. Elə isə bugünlük bu qədər. Növbəti dərslərdə görüşərik. Hələlik.